Dostlar salam, hər vaxtınız xeyirli olsun. Toplu 11, səhifə 49, 81-dən axıra kimi, deyəsən 143-dür neçədirsə. Getdik. Bu sayılan tək isimdir. Sayılan tək ismin qabağında mütləq en artiklı en azından olmalı var. A-da var. Bir yoxlayaq. Sifətin üstünlük dərəcəsində Z artiklı olmalıdır, yoxdur. Əzin birini vermisənsə, digərində ver. Sifətin üstünlük dərəcəsinin qabağında artiklı olmur. Maçdan sonra müqayisə dərəcəsi gəlir. Adı yox, qalır A variantı. B-də deyir ki, sifətləri seç. Çaşba belə tez düşə, sadə. Sevgi, reallıq, fonetika, fərq. Bunlar isimdir. Qədim, qəşək. Y variantı. Yenə istəyir. Cavab ya da cavab vermək, çətinlik, keyfiyyət, təhlükəsizlik, normal, sevimli, qəşək. Y variantı. Kraliça, insanlıq, var dövlət ya da sərvət, zənginlik, kral, sağlam, nadir. B variantı. Əzəz adi dərəcə istəyir. Burada müqayisə var. Müqayisə var. Üstünlük, üstünlük, cavab A variantı. Maç özünə sonra adi dərəcə istəmir. Yadda saxlayın, bunu əvəzliklərin içində vermişəm. Diqqətlə baxın, all, boss, bir də nə idi? Have. İngilisində yalnız bu üçündən sonra Z artiklını verin. Burada some var. Ya da article verin. Yadda saxlayın. Törəmələr, törəmə nədir? Bu əvəzliklər deyək buna, quantify deyək, təyinici deyək, hər neysə. Bunlardan sonra article verməyin. Verdiğim budur. All the, boss the, have the, всё. Heç en də verməyin. Qalır sadəcə bu. D variantı. Çox sadə. İndi buna baxaq. Advice sayılmır və sayılma ismin qabağında article verə bilmərsin. Bunlar getdi. Maçdan da sonra adi dərəcə gəlmir. Müqayisə gəlir. Ona görə cavab qalır D variantı. Very adi dərəcə istəyir. Maçda müqayisə istəyir. Heç əlaqəsi yox diyorsunuz. Burada üstünlük var. Həm də artiklı da var. Fikir verirsiniz. Z də çorluyor. Sonra əzin o biri tayı yoxdur. İkincisi əzəzdə adi olur. Müqayisə olmur. Yenə burada artiklı var. Amma burada üstünlük dərəcəsi var. Üstünlük dərəcəsinin artiklı Z-dir. Həm ilə Z eyni anda ola bilmir. Artiklda yalnız biri olmalı. İkincisi də ki, very adi dərəcə istəyir. Burada isə üstünlük dərəcəsi var. Ona görə qalır nə? C variantı. Sonra, sadəcə van sayılan tək ismi əvəzləyir. Bunu yadda saxlayın. Tamam mı? Qabağında sifət verib en vermək olar. Amma mən elə bir variant görmürəm. Niyəsini deyəcəm, indi başa düşəcəksiniz. İndi in the world deyir, dünyada bizə lazımdır üstünlük dərəcəsi. Üstünlük dərəcəsi B, Y, D-də var. S-dən most eyni anda olmur. B ilə Y arasında qalanda B-nin Z-si yoxdur, qalır Y. Amma sən gətir burada larger versəydin, orada mütləq artiklı verməli idin. Çünki adi və müqayisə dərəcəsində olan bir sifəti sayılan tək ismin qabağına ya da vanın qabağına verəndə mütləq orada artiklı olmalı. Bunu biz əvəzliklərdə geçmişik. Lap başda. 90. One of the görəndə adətən biz nəyə odaqlanırıq? Üstünlüyə. Amma gəlin görək burada var mı yoxsa yox. Z artiklı da varsa deməli məndən yenə də üstünlük istəyəcək. İki yerdə üstünlüyə yoxşan bir şey görəm. Mostla est olmur. Sad bir hecalıdırsa est yoxdur. Qalır nə? A variantı. 91'ə baxaq. Is big as a bear, düzdür. Özündən sonra nə verir? Fikir verin. Tamlıq verdi. Çünki əzəzdə və zəndən sonra biz həmişə nə istəyirdik? Obyekt, yəni tamamlıq. Zaten var. Sən biggest verirsənsə, üstünlük dərəcəsi. Qabağında birinci Z ver. İkincisi, bundan sonra heç vaxt tamamlıq gəlmir. Sadəcə də ki, ən böyükdür. Söz-söhbət bağlan. Amma buradakı as kimi demək? Nə kimi? Ayı kimi. Zən dandan demək. Nədən? Ayıdan. Məntiqlidir bu bizim dildə də. Ayıdan.
Yəqin ki, ayı bizdə də tamlıq sayılacaq. Yenə bura baxaq. Mostla est olmur. Həm də yenə qabağında z artikli olmalıdır. As, o bir əzi yoxdur. Həm də əzəzdə bilirsiniz ki, müqayisə dərəcəsi olmur. Morla er olmur. Yenə də orada seçdiyimiz variant hansı variant yanına çıxdı? Düz o yanda qaldı yəni. Sonra shelldən hələ istifadə eləyənlər var. Allah ağıl versin. Nəysə. Gəl baxaq. Dry quru deməkdir. Sən bura er vermisənsə müqayisədir. Həm müqayisə verib, həm üstünlük. Mümkün deyil belə bir şey. Est-lə most eyni anda olmur. Er-lə də more eyni anda olmur. Əzin birini verib, birini verməmək düz deyil. Qalır nə? A variantı. Z-si varsa deməli üstünlük dərəcəsi verəcəm. Deyil, 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 deyil. Qalır Y variantı. In the test isə deməli üstünlük dərəcəsi verəcəm. Mostla est olmur, həm də Z-si yoxdur. Easy birinci bu est ilə düzəlir, mostla yox. More-la er olmur, üstünlük dərəcəsi də deyil. Easier belə düzəl müqayisəsi, həm də more-la üstünlük olmur, belə deyim. Qalır Y variantı. Əzəzdə adidir, qalır B, üstünlük, müqayisə, er, more, Y ilə olmur. Noisier olmalıdır. Yəni sonu Y ilə bitib, Y-dan qabaq samit səs gəlirsə, bunun müqayisəsi R ilə, üstünlükdə S ilə düzəlir. Bunu yadda saxlayın. Hər neysə, burada yenə də adi olmalıdır. Yəni adi deyil, yenə adi seçiriz. Ən asandan da girə bilirsiniz. Yəni in the office, ofisdə mənə adi lazımdır. A düzdür. Diligent nə deməkdir? Çalışqan, öyrənin. Adi deyil. Əzin o biri tayı yoxdur. Daha doğrusu adi, sorry. A niyə düz? Üz üstə. Takılmışam A dərəcə. In the office deyilsə üstünlük dərəcəsi. Deyil, deyil, deyil. Burada Z artiklı yoxdur. Deyil, qalır Y variantı. Mən əminəm ki, bu izahlara əksəriyyət baxmır. Baxmadığı üçün öyrənə bilmirlər. Yəni elə zənn edirlər ki, dərs oxuduq, düzəldi. İnanın, düzəlmir. Buna baxmaq lazım. Hər birinin niyə düzdür, niyə səhvdir, bunu anlamaq lazım. Hər birinə qulaq asmaq lazım. Burada çətin heç nə yoxdur. Heç nə çətin deyil. Siz elə bilirsiniz ki, əziyyət çəkin. Sadəcə siz zaman sərf eləmək istəmirsiniz. Zaman sərf eləmək əziyyətli bir şey deyil. İdman eləmirsiniz ki. Ağırlıq qaldırmırsınız. Daş daşımırsınız ki. Sadəcə zaman sərf edib qulaq asmalısın. Bunu eləmirsiniz. Bu sizə əziyyətli gəlir. Əziyyət deyil o. O sadəcə uğura aparan yoldur. Uğur zaman həsr eləməklə düzəlir. Vəssalam. Probleminiz budur sizin. Çox problem var. Ən önəmli, vacib problem budur. Zən var, müqayisə deyil, 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 qalır D variantı. İndi labasandan gələcəm. Zən var, müqayisə deyil, müqayisə deyil, 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 qalır D variantı. Əzəz adi istəyir, B variantı adidir. Deyil, 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 deyil. Əzəz adi istəyir. Maçdan sonra heç vaxt adi dərəcə gəlmir. Cavab C-dir. Deyil, 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 deyil. Zən müqayisə istəyir, müqayisə deyil. Müqayisə deyil, müqayisə deyil, müqayisə deyil, müqayisədir. Cavab C variantı. Zən müqayisə istəyir, müqayisə deyil, deyil. R-lə more olmur. Cheap, bir hecalı olduğuna görə cheaper R-lə düzəlir, more-la düzəlmir, qalır B variantı. Of all deyir, həm də in the yard. Of all görəndə üstünlüyə odaqlanın. Of başqa şey yox. Başqa şey də olar. Yəni, amma o həmişə üstünlük olacaq deyə bir şey deyil. Məsələn, of the house, evin, nə olsun ki. Amma deyil, of all, hamıdan deməkdir. Yəni, ofdan sonra cəm isim, cəm əvəzi ya da all gələndə üstünlüyə odaqlanın. Zaten burada in də var. Üstünlük deyil, üstünlük deyil, üstünlük deyil. C, Y arasında qalsın. Bizə nə lazımdır? Z artikl. Tamam. Bu da alınmadı. Z'si yoxdur. Qalır Y variantı. Very, adi dərəcə istəyir. Adi deyil, adi deyil, adi deyil, adi deyil. Cavab A variantı. Bax, bunu gördünüz. Özü bitmiş zamanlar içində verir. İnliyənə qədər bu anlama gəlir. İnliyənə qədər üstünlük istəyir. Üstünlük deyil, deyil, deyil. Z artiklı yoxdur. Adı həm də easy bu ilə düzəlir. Sonunda y, y-dan əvvəl samit səs var.
Yenə bunu görürəm, yenə bunu görürəm, yenə bunu görürəm. Hamısı üstünlük dərəcəsi istəyir. Üstünlüyün də qabağında Z artiklı olmalıdır. Odaklanın. Bəli. Burada Y, burada B, burada C. Mən də biləm Y demək düzgün deyil, E deməliyik. A niyə səhvdir? Z artiklı yoxdur. Qalanlar üstünlük deyil. E variantı burada 107'də niyə səhvdir? Çünki most est olmur. 108'də est most yenə olmur. Burada Z'si yoxdur. Onca qalır C variantı. Yenə among var. Nə istəyir? Üstünlük dərəcəsi. Bu ilə arasına qalsınız. Bunun Z'si yoxdur. Most est olmur. Qalır A variantı. Zen müqayisə istəyir. Müqayisə deyil. Qalır B variantı. In our office üstünlüyü istəyir. Deyil. Most est eyni anda olmur. Qalır D variantı. Of all deyir. On TV, TV'də deyir, bütün aktrisalardan ən üstünlük dərəcəsi deyil. Most est olmur. Z'si də yoxdur. Qalır E variantı. Have Eva sin. İndiyə qədər gördüyüm deyir. Üstünlük istəyir. Tolun üstünlüyü S-lə düzəlir. Z'si də yoxdur. Üstünlük deyil. Z'si yoxdur. Qalır B variantı. İndi diqqətlə baxın. Birinci tərəfdə zən var. Burada deyəsən vergüldür, bilmirəm. Yox, vergül deyil. Okay. Bir tərəfdə zən var. Deməli, mən birinci tərəfdə nə verməliyəm? Müqayisə dərəcəsi. Və time da saymır. Less, more, fewer, little. Hamısı, dördü müqayisədir. Bundan başqa. Onun müqayisəsi lessdir, bilirsiniz. Few da time, yəni time nədir? Sayım isim. Few sayım isimlərindən işlənmir. Tamam mı? İkinci tərəfdə üstünlük verib, amma Z'si yoxdur. Əgər müqayisə elədinsə, ki, müqayisə dərəcəsindəki sifətdən sonra görürsünüz, obyekt var, səninki demək, ya da sizinki. Tamamlıq var da. Onda zən ver. Nə ilə müqayisə eləyirsənsə. Eləyib də zən verməyib. Deməli, səhvdir. Gəl oxuyaq. Deyir ki, I spent less time. Daha az vaxt keçirdim. Than you, səndən. Daha az vaxt keçirdim. Niyə? Because the problem, çünki problem, hansı problem that I solved, mənim həll elədiyim problem, wasn't so difficult as yours. Səninki kimi asan, çətin deyildi. Tamam mı? Səninki qədər çətin deyil. Burada isə olsa səninkindən çətin deyil. Yəni, your'u versən, çətin versən, amma dəndəni sanki verməmsən. Yəni, ona görə səhvdir. Cavab da qalıb B. İnanın bu izahlara baxsaz, çox qabağa gedərsiniz. Çox təəssüf eləyirəm. Very adi dərəcə istəyir. Match müqayisə istəyir, çıxdı. Verdən sonra so gəlmir. So vermişsən, as da ver. Məsələn, əgər so as demək istəyirsənsə. Adi deyil. Very as deyə bir şey yoxdur. As'ın o biri as da yoxdur. Qalır Y variantı. He had Eva üstünlük istəyir. Üstünlük deyil. Bu da Z artiklı yoxdur. Qalır B variantı. Eva üstünlük istəyir. Üstünlük deyil. Qalır B variantı. Eva üstünlük istəyir. Üstünlük deyil. Deyil qalır D variantı. One of deyir. In the world deyil. Bunlar hamısı üstünlük istəyir. Deyil qalır B variantı. Deyil sifəti seç baş üstə. Trouble, əziyyət, əzab, çətinlik, glory, şərəf, nə bilim, təntənə, şöhrət, zəfər, obstacle, maniyə, nutrient, qida, uyğun münasib, sıxlaşdırılmış, E variantı. İndi baxırsınız, güya baxdınız. Bu sözü öyrənməyəndən sonra bu testin sənə nə faydası var ki? Veri nə istəyir? Adi dərəcə. Deyil. Niyə deyil? Çünki so ilə as burada körlük qalır deyil. Sadəcə sifət verəcəyiz. Veri. Sadəcə sifət burada var. Yoxdur. D variantı. Davam eləyək. Neva nədir? Eva ya da neva. Elə demə olar eyni şey. Sorry. Bizdən dərəcə istəmir. Taste nə istəyir? Taste nə istəyir arkadaşlar? Sifət istəyir. Elvaylara çıxıram. Sifət. Çünki elvaylar zəfdir.
To nə istəyir? Adi dərəcə. Zen nə istəyir? Müqayisə. Deməli, birinci səhvdə adi, ikinci səhvdə müqayisə. O A-da var. Adi deyil, adi deyil, adi deyil. İkinci səhvdə müqayisə deyil. Qalır A variantı. So that was party I had Eva. Eva nə deyir? That was deyir. Eva, hər neysə. Eva var burada, üstünlük verməliyəm. Deyil. Qalanlar üstünlük. Deməli, mənaya fikir verəcəm. İndi bu ağıllı yoldaşımıza, bu testi düzəldən yoldaşımıza demək istəyirəm. Birini qrammatik eləmsən, qalanı məntiqi eləmsən. Bu nə testi? Testi ya məntiqi elə, ya qrammatik. Bu nə test? Allah sənin köməyin olsun. Zaten üçü pis sözdür. Biri qəşəydir. Demək ki, cavab C variant olacaqdır. Allah köməyi. Biri test olar. Hansı uşaq ağlında Allah kömək olmuş yazıb. Well da yaxşı sözdür, mən də yaxşı söz seçirəm. Nəysə. Əzəz adi dərəcə istəyir. İkinci hərfdən danışım. Adi deyil. Adi deyil. Adi deyil. Nə qalır? B, C arasında qalıram. Maçı versəm, maç da adi dərəcə ilə işlənmir. Qalır C variantı. Əzəz adi istəyir. Bu da adi budur. Heç biri adi deyil. Cavab adı. Zen oldu və ortada da and var. Deməli, hər ikisinə aiddir. İki dənə nə lazımdır? Müqayisə dərəcəsi. Bunu çıxıram. Bunun müqayisəsi yoxdur. Bunu da çıxıram. Eri yoxdur. Qalır D variantı. Yenə zen var. Deməli, iki dənə müqayisə verməliyəm. Ortada and var. Est. Adi, est çıxıram. Qalır D variantı. Güya bu qədər combul testləri gətirib bura doldurmusunuz. Onsuz da imtahana belə şey salmısınız. Yalandan nə cəmaatı bu kitabı aldırıb pul qazansın. Neysə, one of nə bilim nə deyir. Deməli bu nədir? Buna da aiddir. Buna da aiddir hər halda. Bu in bura takılmıyor. Burada virgül var. Uca ayrıldı. Falan yerdə yaşayırdı. Hər neysə. Üstünlük. Çünki one of deyir. Üstünlük axtaracaq. Burada üstünlüyün birincisi Z'si yoxdur. İkinci great ES-dən düzəlir. Çünki bir hecalıdır. Üstünlük görmürəm. Burada birinci səhvdə üstünlük görmürəm. Burada da birinci səhvdə üstünlük görmürəm. Qal D. Sorry. The greatest and most popular. İndi and olduğuna görə Z həm buna aiddir, həm də buna aiddir. Yəni Z'ni iki dəfə verməyə ehtiyac yoxdur. Qal E variantı. Bu aşıbqanı burada düz yazıblar. Y'də düz yazıblar. Z'ni bir dəfə verirəm. Bu aşıbqanı article testlərində eləyiblər. Götür burada Z verirlər, burada. Yəni aləmi qatırlar bir-birinə. Standart deyil. Çünki o testi yazan başqadır. Bu testi yazan başqadır. Amma şeydə eləmirlər çox vaxt o səhvləri. İmtahanda. Niyə? Buraxılış imtahanı. Çünki öyle bir neçə dəfə nəzarət edir. Suallar da 1000 dənə deyil, məsələn 30 dənə sualdır. Bir dənə məsələn sual düşür oradan. Article bir dənə də tutam sifət. Burada isə nə qədər yüzlərdə sual var. Bunu 50 adam işləyir, o onu yazır, bu bunu düzgün redaktə eləmirlər. Hər neysə. Zen var, müqayisə istəyir. İkisi də müqayisə olan variant axtarır. Ona görə D variantı. In deyir, in my life həyatımda, yəqin ki, en demək istəyir. Üstünlük dərəcəsi axtaracaq. Olmayanlara çıxdım. İndi A ilə Y arasına qalıram. Birinci pretty S-lə düzəlir. İkincisi də most-la S olmur. A-nı çıxdım, qaldı Y variantı. Zen var. Müqayisə istəyir. Deyil. Deyil. E-ni vermişsə nəticə verəmsə. Amma E mütləq isim istəyir. Bunu biz əvvəldən keçmişik. Amma buradan isim yoxdur, burada da yoxdur. Deməli B-dir. Zen müqayisə istəyir. Er mor yanaşı olmur. E-ni verdin, mütləq isim də verməli. Sən müqayisə yoxdur, qalır A variantı. Maç da bilirsiniz ki, müqayisə ilə işləyir. Eva üstünlük dərəcəsi istəyir. Best heç vaxt sifəti təyin eləmir. Qalanlar üstünlük deyil, cavab C-dir. On the day of the yarış günündə cümlənin əvvəlindəki onun bizə heç bir nə əlaqəsi var ki? Biz bu tərəfə gələk. The best dresses məntiqlidir. Bir şey var, onu deyəcəm. Good dresses, best dresses, good dresses, bad. Birinci good'un üstünlüyü mostla yox, best kökdən dəyişərək düzəlir. İkincisi burada isim var, cəmdədir. E-ni versən, E ilə o isim uzlaşmır, buradakı da uzlaşmır. A ilə C arasında qalırsınız.
Yəlik. Yəlik fərqi yoxdur. My, your, his, her, its, I, o, their olsun. Ya da apostrof S olsun ya da S apostrof olsun. Fərq eləmir. Yəlikdən sonra heç bir artikel gəlmir. Bunu bilməm, əvəzləyirsə artikelda qeyd eləmişdik. Ona görə bunu çıxıram, qalır C. My, Z, my, belə bir şey yoxdur. My best friend. Всё. Artikel vermirsiniz. Zən müqayisə istəyir. Müqayisə olmayanları buradan çıxdım. İsim istəyir. İsim nə burada yoxdur, nə burada yoxdur. Sayılan tək isim istəyir. O da yoxdur. Qalır Y variantı. Zən müqayisə istəyir. Olmayanları çıxıram. Yenə burada isim istəyir. Yoxdur da. 3 nöqtədən sonra da yoxdur. Variantda da yoxdur. Qalır nə? B variantı. Bu məsələsinə həmişə diqqət eləyin. Bu isimdə də düşür, quantify'da da düşür, burada da düşür. Ya, çox hər tərəfli bir şeydir. Sayılan tək isimlə işlənən. Have ever. İndi evanı verməyib, amma food you have tried. Gəl biz fərqli yanaşaq. Ortada and olduğuna görə and Azərbaycan dilində və deməkdir. Və Azərbaycan dilində həmciz üzvləri ayrı. Həmciz üz nə deməkdir? Vənin solundakı da, sağındakı da eynidir. Məsələn, siz deyə bilərsiniz, o ağıllı və gəlir. Ağıllı sifət və gəlir, bu da fiil. Biri təyindir, biri xəbərdir. Necə eyni üzv oldu? Həmcins üzv nə deməkdir? Yəni, eyni üzvdə, eyni üzv. Ya ikisi də təyin olsun, ya sifət xəbər olsun, ya tamlıq olsun, ya mübtəda olsun və s. Anlatabildim nə deməsin? İndi burada da elə bir şey var ki, solum adidirsə, sağım da adi olsun. Solum vənin solundan danışım, ənddən yəni. Müqayisədə o birisi də müqayisə olsun. Üstünlüksə o birisi də üstünlük olsun. Bura nədirsə, burada odur. Məsələn, bura üstünlükdür, amma burada üstünlüyü verməyib. Belə verib. Burada morla eri yanaşı verib. Burada üstünlüyün birini verib, birini verməyib. Burada biri müqayisə, birinin adı verib. Nə qalır? B qalır. Əndə görə də Z hər ikisinə də aiddir. The most delicious and the softest deməkdir. Burada and varsa, Z-ni birinci səhvdə vermək kifayət eləyir. B variantı. Of all deyir. Bitmiş zaman da var. Deməli, mənə üstünlük dərəcəsi lazımdır. Üstünlük dərəcəsinin qabağında Z artikli olmalıdır. Amma burada üstünlük də yoxdur. B-də də Z-si yoxdur. I have ever met deyir. Üstünlük dərəcəsi lazımdır. Üstünlüğün artikli deyil. Burada ümumiyyətcə Z-si yoxdur. Qalır B variantı. Və nəhayət as ikinci səhvdə o as deyil. İndi burada diqqətli olaq. Baxın. Bu as-əzdəki as deyil. Məsələn, I work as a teacher deyirəm. Mən müəllim kimi işləyirəm. Yəni müəlliməm. O mənada. Deyir ki, she is, atıram, famous as a writer. O yazıcı kimi məşhurdur. Amma nədən? Deməli, bu da müqayisə edir əslində. Aktrisa kimi olmaqdan, yəni aktrisa kimi, yazıcı kimi, aktrisa çox, bu sualı kim hazırlayıb? Allah bunu nə deyim mən? Tərcümə də eləyə bilmirəm. Olmur. Ya aktrisa yazıcı kimi, atıram işləmək falan olsaydı, yazıcı daha məşhurdur. Nəinki aktrisa kimi. Belə bir şey demək istəyir əslində. Aləmi də qatıb. Allah sənə ağıl versin. Həm sən verirsən, həm əz verirsən. Qatıb aləmi. Bunu İngilizcə versən. İngilizcə qardaş, bunu niyə belə eləyirsən ki? Denən ki, bunu belədir də. Məsələn, she as ya da she isn't. İnşada verək. She isn't as famous as an actress. Yəni, o aktrisa kimi şey deyil. Məşhur deyil. Bu indi güya nəsə qeyri-adi bir şey çıxardı. Hər nəysə, zən var. Müqayisə verəcəm. B variantı. Nə bilim, Allah köməkləri olsun. Uşaqların Allah kömək olsun. Bu sualları yazanların yox. Bu çox sadə bir şey. Else-dan sonra isim gəlmir. Others-dan sonra isim gəlmir. Ən-azadan sonra cəm isim gəlmir. 1, 4, 5'e çıxdım. 2, 4, 2, 3. 2, 4 yoxdur. Zaten 4'ü də sıxmışım. Cevap. İndi bir sual verim. Bu 143-cü testin sifət nəzərlə nə əlaqəsi var? Allah köməyiniz olsun. Bunu yapar yeni quantifying falan içində verdi. Əvəzliyin zaten. Ya bunun sifətlə nə əlaqəsi var? Uşaqlar görürsünüz.
Kitabı yola veriblər. Yəni yazdıblar, amma yola veriblər. Sizi yola veriblər. Pul qazanmaq üçün. Neysə. Hələlik sağ olun.